Şəmkirdə 6 nəfər dönərdən zəhərlənib. Şəhər sakinləri 31 yaşlı Nəsib Zeynalov, onun 5 yaşlı oğlu və 2 yaşlı qızı, həmçinin Dəllər qəsəbə sakini 34 yaşlı Dürdanə Kazımova, onun 11 yaşlı qızı və 10 yaşlı oğlu zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 09-11-ci ay 2025-ci il tarixində saat 04:00 radələrində zəhərlənmə şübhəsində 6 nəfər, 3 kişi və 3 qadın olmaqla Şəmkir rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsində hospitalizasiya olunmuşdur. Pasientlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib. Müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.